Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı və dietoloq, nutrisioloq kimi də fəaliyyət göstərirəm. Sabira Wellness-də həm təlimçi, həm ekspert kimi çalışıram. Və bildiyimiz kimi bizim hər həftə maraqlı mövzularda təlimlərimiz olur ki, hansı ki bu təlimlərdən biz məhsullardan necə istifadə etməliyik və ən əsası hansı proseslərdə necə istifadə olunması ə, məqsəd olunması üçün təlimləri keçiririk. Bilirsiniz ki, mövzuları seçərkən həm sizlərin istəyi, həm də mənim öz ətraf mühitimdə, iş sahəmdə gördüyüm çox aktual problemlər varsa da onları gündəmə gətiririk. Bu gün də mövzumuz akne və sizanaklar haqqındadır. Çünki son zamanlarda çox görürəm ki, bu prosesdə yanlış müdaxilələr olunur və əlbəttə ki, bu insanlarda belə psixoloji bir durum yaradaraq insanların psixologiyalarına təsir edir. Və bu günləri bu mövzuda ən önəmli bu aknedə, sızanaqda bu prosesi biz necə idarə etməliyik, o haqqda məlumat verəcəyik və ən önəmlisi isə bu prosesi yaşayan insanlar, bu problemlərlə üzləşən insanlar bunu hansı məhsullarla dəyərləndirməlidirlər ki, çünki bilirik ki, aknedir, sızanaqdır. Bəzən olur ki, dəridə ləkələr qoyur, iz buraxır. Əlbəttə ki, bu xoşagəlməz bir prosesdir. İlk olaraq akne niyə bu qədər yayğındır sualına gələk. Çünki akneni bəzən olur ki, insanlar təkcə bir estetik problem kimi dəyərləndirirlər, lakin bu belə deyil. Və çünki aknenin yaranmasında ilk olaraq hormonal, metabolik və bağırsaq problemlərindən yaranan bir prosesdir ki, ilk olaraq bilirik ki, daha çox yeniyetməlik dövründə bu proses baş qaldırır və daha çox yeniyetmələrdə yayğın olur. Lakin bəzən olur ki, sonradan qazanılan aknelər də olur ki, hansısa bir bəzi faktorlarda, yəni yeniyetməlik dövründə heç bir akne yaşamayıbdı, lakin bir yaşdan sonra hansısa bir prosesdə bunun üzündə aknelər yaranır. Əlbəttə ki, onun altında yatan səbəblər var. Akneni qətiyyən sağaltmaq üçün onu sıxmaq lazım deyil. İlk olaraq biz akneni anlamalıyıq ki, akne nədən yaranıbdır? Çünki dedik ki, yaranmasının səbəb faktorları çoxdur. Yeniyetməlikdə fərqlidir, sonradan qazanılmada isə fərqlidir. İlk olaraq akne necə yaranır? Gəlin baxaq. Yəni proses olaraq, mexanizm olaraq necə yaranır? Demək, akne xroniki bir iltihabı dəri xəstəliyidir. Yəni ümumi olaraq hər kəs bunu bilməlidir ki, akne çox xroniki, adı xronikidir. Yəni bir uzun müddət davam edən bir iltihabi bir prosesdir və şəkildə baxa bilərsiniz burada. Bu bizim türk follikulumuzdur. Dəridə olan türk follikulumuzdur və burada hər bir türk follikulunun yanında demək pi vəzimiz var. Bu pi vəzi bizə lazımlı vəzdir ki, bizim burada sebumu ifraz edərək bizim dərimiz nəmlənir. Lakin bəzi proseslərdə bu pi vəzi çox aktiv vəziyyətdə olur. Yəni dayanmadan ifrazı baş verir və bu da həddindən artıq çox aktiv olduqda burada bu tük follikullarında başlayır tıxanma yaranmağa. Yəni gördüyünüz kimi burada tıxanma baş verir. Yəni burada da tıxanma olduqda bir iltihabi bir proses yaranır və əlbəttə ki, bu da bizim dərimizə yansıdır və akne kimi biruzə verir. Bir də var sızanaq. Bəzən olur ki, insanlar sızanaqla akneni səhv salırlar. Əslində proses olaraq eynidir. Bəli, dəridə hansısa bir iltihabi bir proses baş veribdir və orada bizim dərimizə yansıdıbdır. Yəni mexanizm eynidir. Yəni türk follikulu istədik, istəmədik, orada hansısa bir prosesə görə demək
follikulda sebum çox olubdur və burada sızanaq baş veribdir. Lakin bunu akne ilə qarışdırmaq lazım deyil ki, çünki akne uzun müddət gedir, yəni bir müddət yatışır, sonra bir də qalxır. Lakin sızanağın özünün də tək tük olur, yəni bütün üzvü götürmür və sızanaq iz buraxmır, yəni keçici bir müddətdən sonra, yəni keçib gedir. Bunun sızanağın yaranması da hansısa bizim qidalarımız ola bilər və yaxud da məsələn qadınlarda daha çox aybaşı devrinə yaxın həmin devirlərdə ola bilər ki, çünki orada hormonal dalğalanmalar olur və bəzən olur ki, kosmetik vasitələr seçəndə düzgün kosmetik vasitələr seçilməyəndə bizə sızanaq kimi dərimizə bir üzə verir və yaxud da stres faktoru olur ki, hansı ki, burada da sızanaq bizim dərimizdə baş qaldırır. Yəni bunu akne ilə səhv salmaq düzgün deyil və hər də üzümdə sızanaq var deyə akne demək deyil. Aknenin yaranma səbəbinə gəldikdə, mexanizminə gəldikdə və bura çox önəmlidir və istərdim ki, bura çox diqqətli yanaşasınız. Çünki insanlar ən çox bu prosesdə səhv edirlər. Çünki burada əsas dörd mexanizm bir yerdə işləyir. Və mənim son zamanlarda gördüyüm insanların daha çox səhv elədiyi proses bu dörd mexanizmdə birini müalicə edirlər, digəri qalır. Yəni bu belə olmalıdır. Əslində bu mexanizmlər bir-birindən əlaqəlidir zəncirvari və onun üçün də mütləq mexanizmə baxdıqda, yəni hər birini biz qarşısını almalıyıq ki, akne ilə mübarizə apara bilək. Demək, biz dedik ki, burada sebum artır, yəni bu həddindən artıq pi vəzi aktiv olduğu üçün həddindən artıq çox yağ ifraz olunur və burada yəni ilkin mexanizm odur ki, sebumun artmasıdır. İkinci mexanizm nədir? Bu follikulların tıxanmasıdır. Sebum artdı, follikullar tıxandı. Və burada follikullar tıxanan bir mühitdə, yəni çox bir qaranlıq mühitdir. Yəni bizim dərimizin altındadır bu proses. Və bu dərimizin altında olanda burada Cetibacterium acnes adlı bakteriyalar çoxalır. Yəni yağ həddindən artıq çoxdur, qaranlıq mühitdir və burada bakteriyaların çoxalması başlayır bir-birindən çoxaldığı üçün və burada şiddətli şəkildə artmağa. Və əlbəttə ki, bu bakteriyaların çoxalması da bir iltihabi bir proses yaradır. Və məsəl üçün burada biz tutaq ki, bir məhsul seçiriksə də sebumu azaltmaq üçün. Bəli, biz sebumu azaldırıq. Lakin biz fokuslanmırıq ki, məsəl üçün follikul tıxanmasını da burada nəzərə almırıq və ona görə də, yəni birini düzəldib, birini düzəltməyəndə və əlbəttə ki, bu akne keçmir. Yəni burada bir müddət keçir, bir müddətdən sonra yenə başlayır proses davam etməyə. Və bunun üçün biz fokuslanmalıyıq ki, həm bakteriyanın sayını azaldaq, həm sebumun artıqlığını dərimizdən kənarlaşdıraq, həm də follikulun tıxanmış follikulu biz təmizləyək və iltihabı mediatorları aşağı salaq. Yəni bu dörd mexanizmə birdən biz fokuslanmalıyıq. Dediyim kimi birini nəzərə alıb, məsəl üçün bir məhsul seçdik, turşu tərkibli, məsələn olsun qlikolik asid tərkibli bir turşu, məsəl üçün çox trenddir. Sadəcə üzü qurudur, yəni üzdə olan o sebumu azaldır, amma içəri doludur. Yəni bu həddindən artıq olan bu sebum, follikullar doludur. Bir müddətdən sonra onlar yenə bir üzə verəcəkdir. Yəni burada ən çox bizim nəzərə salmağımız mexanizm bunlardır. Demək, aknenin yaranmasında dedik ki, yaş faktoruna baxdıqda yeniyetmələrdə yaranır, bir də sonradan qazanılmış akne olur. Yeniyetmələrdə aknelerin əmələ gəlməsi səbəbinin əsas faktoru androgen hormonudur. Yəni İstədiyi, istəmədiyi həmin devirdə, yeniyetməlik devirdə bu androgen hormonları çox yüksək pik səviyyədə olduğu üçün və bu birbaşa bizim pi vəzimizin aktivliyinə gətirir, çıxardır və ona görə də burada yeniyetmələrdə bunu çox görürük. Sual ola bilər ki, bilirəm ki, məsələn, yeniyetmələrdə bu əslində çox keçici bir dönəm olduğu üçün bunlara çox
ciddi müdaxilələr olmaz. Biz yeniyetmələrə 60-70% kömək edirik ki, dəridə iz buraxmasın. Yəni öz başına da qoymuruq, lakin buna ağır müalicələr də yazılmağı düzgün deyil ki, məsəl üçün bir yeniyetməyə üzündə aknelər başlayıbdır və həddindən artıq çox buna güclü antibiotiklər yazılmaq qətiyyən düzgün deyil. Yəni bunları biz əsas yeniyetmələrə başa salmalıyıq ki, yəni bu keçici bir devirdir, lakin sən özün özünə müdaxilə etməlisən. Daim üz baxımlarının rutin olaraq sənin həyatına girməlidir. Sonradan qazanılan aknelərdir ki, hansı ki bu yeniyetməlik çağında deyil, artıq bu necə olur? Hətta mənim yaxınlarımdan biri vardı ki, hansı ki səhv kosmetik vasitədən dəridə poraları belə açılmışdı. Sonra infeksiya daxil olaraq ora və orada üzündə həddindən artıq çox güclü akne prosesi baş vermişdi. E, Yaranma faktorları ilk olaraq bağırsaqla çox bağlıdır. Bəzən olur ki, bəzi insanlarda bağırsaq keçirgənliyi çox zəif, yəni bağırsağın divarı zəif olur. Və bizim yediyimiz qidalar orada həzm prosesi normal baş vermədiyi üçün birbaşa bu qana axdığı üçün burada toksik maddələr çox olur. Və əlbəttə ki, bunu bədən iltihab kimi görür və bu da bizim dərimizə yansıdır və aknelərimiz əmələ gəlməyə başlayır. Stres faktoru ilə çox önəmlidir. Bəlkə də həyatınızda, yaxınlarınızda olan insanlar var ki, bir insan həddindən artıq çox, məsəl üçün bir gün ərzində möhkəm stres keçiribsə də səhər o akne ilə oyana bilər. Antibiotiklər ən önəmli. İnsanlar bəzən olur ki, məcburən antibiotiklər içir və fərqində olmadan bir müddətdən sonra bir prosesi düzəldəndə və sonra yenə də bu aknelerin yaranmasına gətirir, çıxardır. Bir də xronik xəstəliklər də vardır ki, hansı ki bunlar da aknenin yaranmasına gətirib çıxardır. Mənim üçün akne müalicəsində ən önəmli, belə deyim, dünyada sübut olmuş proses dəri-bağırsaq əlaqəsidir. Yəni, bağırsaq mikrobiomunun pozulması o demək ki, iltihab artır və dəri reaksiyaya gedir. Əgər aknelərdə belə, məsəl üçün, mən yenə deyirəm ki, aknelərdə antibiotiklər dermatoloqlar yazır. Amma bəzən olur ki, yüngül bir aknedirsə də, mən məsəl üçün antibiotik tərəfdarıyam ki, əgər bir kistik aknelər varsa, yəni dəri altındadır, kist formasındadır, bəli, onda antibiotik içmək düzgündür. Lakin hər akne formalaşanda, hər dəfə antibiotika qaçılanda, əlbəttə ki, burada demək bağırsaq mikrobiotası pozulur. Hətta dəfələrlə rastlaşdığım problem nə olur? Antibiotik içən zaman akne yatışır, sonra daha ağır vəziyyətə gəlir. Səbəb, çünki antibiotikin özü bağırsaq mikroflorasını pozduğu üçün və sonradan bu aknenin şiddətli qayıtmasını biz müşahidə edirik. Ona görə akne müraciət edən insanlara yorulmadan deməliyik ki, sən mütləq bağırsağına üçün probiotiklər qəbul etməlisən. Yəni bu, məsəl üçün, probiotiki bir həftə içdim, 10 gün içdim olmamalıdır. Çünki bunun bağırsaq divarı çox nəzilmiş olduğu üçün mütləq bizim üçün ən önəmli burada bunu bir mütəmadi olaraq bir uzun bir müddətli istifadə olunmalıdır ki, ta ki bağırsaq divarı mikrobiomu öz vəziyyətinə qayıtsın. Sonra bəzən olur ki, insanlar hətta belə deyim, həkimə getmədən, dermatoloqa getmədən hansısa bir baxım rutini etmədən özlərinə bir müalicələr edir. Yəni eşitdiyi sosial şəbəkələrdən. Əlbəttə ki, bunlar çox yanlışdır. Yanlış olanlar nədir? İlk növbədə akneni sıxmaqdır. Əgər bəli, çox iltihabi bir proses varsa da bunu hansısa bir dermatoloq, kosmetoloq tərəfindən edilməyi ola bilər. Lakin bizim özümüzün o iltihabi bakteriyanı sıxmağımız, əlbəttə ki, onu daha da dərimizə yaymağımız, həm çünki onun tərkibində olan bakteriyalar var. İstər-istəməz onlar dərinin digər nahiyəsində olub çoxala bilirlər. Və belə bir sosial şəbəkələrdə çox görülən spirtli məhsullar olurdu tərkibində və bu akneni müalicə edir deyə istifadə edirlər. Bu müalicə etmir. Bu dərinin üst təbəqəsində olan akneni qurudur və yandırıcı bir təsir göstərir. Yəni üst prosesdə həmin o aktiv akne quruyur və altdakı səbəb yenə də yatır. Yəni bu əlbəttə ki, hər biri yanlış bir metodlardır ki, insanlar bunu istifadə edir.
Antibiotikləri dediyim kimi həddindən çox istifadə etdikdə akne geri qayıdır və daha şiddətli qayıdır. Səbəbi bağırsaq mikrobiomunun pozulmasıdır. Antibiotikləri biz istifadə edə bilərik kistik akne olan zaman. Aknenin müalicəsinə gələndə bizə müraciət edən insanlardır və yaxud da əməkdaşlardır. Biz əgər ona protokol şəklində məhsullarımızdan protokol hazırlayırsa da, mütləq ilk növbədə həmin insana, mən həmişə deyirəm ki, akne ilə müraciət edən insanın bir protokolunun başlıq hissəsinə mütləq bir səbir sözü yazılmalıdır. Çünki bu proses çox uzun müddətli olduğu üçün, xroniki olduğu üçün insanlarda səbir lazımdır və insanlar bunu başa düşməlidir ki, mən səbr eləməliyəm ki, bu proses, mexanizm yavaş-yavaş sönsün. Və birinci, ən önəmli olan addım təmizləmə olmalıdır. Bu, yəni fərq etmir ki, yeniyetmədir, sonradan qazanılır. Yəni təmizləmə olmazsa olmazın əsas addımlarından biri olmalıdır. İkinci, yağlı akneli dərilərə mütləq toniklər çox önəmlidir. Çünki tonik dərimdə olan demək olar ki, akneli dərilərdə pH dəyəri tamamilə fərqli olur və biz dərinin yenilənməsi üçün, dərinin ondan sonra istifadə etdiyimiz baryer dəstəyi üçün məhsulları həmin dərinin pH-ını normaya salmalıyıq. Bundan sonra mütləq baryer dəstəyi. Çünki dəri o qədər burada bəzi proseslərə görə nəzilir ki, biz bariyeri dəstəkləməliyik. Və ən önəmli sebumu. Biz dedik ki, 4 mexanizm birdən baş verir və biz bu 4 mexanizmə fokuslanıb hər biri üçün məhsul seçilməlidir ki, kompleks şəklində biz müalicə edək. Və müalicə hər biri mərhələli şəkildə olmalıdır. Bəzən olur ki, 6 aya keçir, bəzən olur 1 aya keçir, bəzən olur 2. Biz bilmirik ki, bu akne altda yatan proses necə doludur. Yəni belə bir başa düşün ki, iltihab dəri altında doludur və biz bilmirik ki, bu proses nə qədər çəkəcəkdir. Və belə bir şeylə də üzləşə bilərsiniz ki, məsəl üçün kiməsə bir protokol şəklində tövsiyə etdik və həmin zaman bu insanda ilk başlayanda bu mexanizmlərə aknesi arta bilər. Yəni bu o deməkdir ki, bundan yəni qorxmaq lazım deyil. Çünki altda olan o iltihabi prosesi üzə çıxır. Yəni kəskin deyil, amma biraz artmağı, yəni bu əlbəttə ki, normaldır. Biz dedik ki, ilk növbədə biz akne müalicəsində ilkin addım təmizləmə olmalıdır. Təmizləmə olmasa, inanın ki, heç bir nəticə əldə etmək mümkün deyil. Bu, yeniyetmələrə də aiddir. Bizim hal-hazırda Sabira Wellness-də üz yuma təmizləyimiz var ki, köpüyümüz var ki, tərkibində süd turşusu var, laktik asid var, bir də aloe vera var tərkibində. Yəni, əsas aktiv maddələri bundan ibarətdir. Laktik asidlə aloe vera. Demək, laktik asid ümumiyyətlə alfa hidroksid qrupuna aid olduğuna üçün, həmin turşu qrupuna aid olduğu üçün bu neydir? Bu bizim üzümüzdə biz dedik ki, üzün səthini olan akneləri qurutmalıyıq. Və bu üz səthində olan bu turşu ümumiyyətlə suda həll olan turşu olduğu üçün və üst təbəqədə olan həmin o demək ölmüş hüceyrələri həmin bu turşu ilə reaksiyaya girərək onları yüngül şəkildə eksfoliasiya edir, yəni qopardır yüngül şəkildə və dəridə də qurutma olmur. Bilmirəm, bəlkə də aranızda istifadə edənləriniz var, yoxsa yox. Bu üz yuma gelini yuduqdan sonra və özü də çox yumuşaq formadadır. Bilmirəm, bəlkə də digərlərlə müqayisə etməmisiniz. Bəzi üz yuma gellərində, məsəl üçün turşu çox kəskin olduğu üçün yuduqdan sonra üzdə bir dartınma, gərilmə hiss edirik. Lakin laktik asid çox yumuşaq bir turşu olduğu üçün, suda həll olan bir turşu olduğu üçün bu çox yüngül eksfoliasiya edir və yəni dərini incitmədən dəridə olan ölü hüceyrələri qopardır. Və tərkibindəki olan aloe vera ilə həmin o dəridə olan iltihab tamamilə aşağı düşür. Betain dedik ki, əsas onun işi
suda, dəridə nəm balansını saxlamaqdır. Yəni bu bir molekuldur, hansı ki dəriyə hoparaq həmin o dərimizdə olan bu suyu, nəmi buxarlanmasın deyə, yəni bir süngər kimi fikirləşin ki, betainin əsas işi həmin orada nəmi, suyu dəridə saxlamaqdır. Yəni ümumi olaraq bu məhsulu bir akneli insana səhər axşam rutininə mütləqdir ki, daxil edəsiniz. Çünki bu olmasa digər prosesləri biz həyata keçirə bilmərik. Biz dedik ki, demək bu bizim dərimizdə olan mexanizm dörd cür mexanizm vardı ki, hansı ki birinci təmizləmədir və təmizləmədə bizim əsas işimiz həmin o ölü hüceyrələri dərimizdən kənarlaşdırmaqdır. Sonra burada dedik ki, aknedə nə olur? Bu türk follikullarının arasında sebumlar çox olur. pH ümumiyyətlə qarışıq olur. Demək bu tonerin, matlaşdırıcı tonerin sırf məqsədi yəni pH-ı bərpa etmək deyil. Çünki bunun tərkibində salisit turşusu var az miqdarda. Həmin o türk follikullarında olan sebumu daxil olaraq, orada həll olaraq və o məsamələrin içindəki olan o yağları tamamilə kənarlaşdırır. Və çox antibakterial olduğu üçün həmin o follikulların arasında olan həmin o iltihabı da söndürməyə təsir edir. Və biz keçən dəfə də bu haqda danışdıq. Mən dedim ki, centella var, Asiya centellası. Demək olar ki, Sabira Wellness'in çox məhsullarının tərkibində var və kosmetologiyada, dermatologiyada Asiya centellası öz sözünü demiş bir komponentdir ki, çünki onun əsas işi həm iltihabı aşağı salır və dəridə hansısa bir qıcıqlanma, hansısa bir reaksiya varsa həmən onu söndürür. Və burada matlaşdırıcı tonerin tərkibində salvia, bir də timi var. Bunlar ekstraktdılar, sulu ekstraktdılar. Yəni biri ada çayıdır, digəri kəklik otu bitkisindən alınan sulu ekstraktlardır ki, bunlar da dəridə olan iltihabı demək olar ki, söndürür. Demək burada bu matlaşdırıcı toner aknelərdə neynədir? Həmin o sebumu demək olar ki, bizim yağ, ifraz olunan yağı tamamilə bizim dərimizdən kənarlaşdırdı. Yəni belə deyim, əslində demək üz yuma geli bizim üst səthimizdə olan problemi həll edir. Toner isə həmin daxildə olan, çünki biri alfa hidroksid qrupuna aid olan turşu var, digərində isə beta hidroksid qrupuna aid olan. Biri yağda həll olunur, digəri suda həll olunur. Yəni ona görə bir-birinlə qətiyyən qarışdırmayın və protokol olaraq ikisi də mütləq çox önəmlidir. Və əsas olaraq bunun tərkibindəki olan bu pH dəyəri bizim digər mərhələ üçün dərimizi hazırlayır. Mən yenə deyirəm ki, toner heç bir su deyil, krem deyil. Tonerin əsas işi körpü işidir ki, hansı ki üz yuma gelinən və sonraki mərhələsi üçün bizim dərimizi hazır vəziyyətə gətirir. Yəni torpağı biz necə şumluyuruq ki, gübrə səpək yumşaq olsun, tonerin də əsas işi odur. Sonra keçək seruma. Serum burada çox önəmlidir. Dedik ki, serumlar çox kiçik molekullardır. Birbaşa dərinin alt qatında işini görür və burada Stop Exprada Biomela seriyasından olan bu serumun tərkibində həm prebiotiklər, həm probiotiklər var ki, hansı ki bu neyinir? Dedik ki, baxın, üz yuma gelimiz bizim ölü hüceyrələrimizi təmizlədi. Toner əsasən həm pH-mızı normallaşdırdı, həm follikulların arasında olan o artıq yağı həll edərək kənarlaşdırdı. Bəs onun içərisində olan bakteriyalar var ki, hansı ki çoxalır, orada iltihabi bir proses gedir. Və burada isə bizim köməyimizə bu serum çatacaqdır ki, bunun tərkibindəki olan bu probiotiklər həmin bakteriyaları, yəni sağlıqlı bakteriyaların çoxalmasına gətirir, çıxardır ki, burada da ən önəmli odur ki, dəridə olan bir daxili balans yaradır. Və niatinamid çox önəmlidir ki, hansı ki, yəni ayrılıqda deyil, sırf bu serumun tərkibində var ki, baryer çox zəiflədiyi üçün və biz bu serumdan mütləqdir ki, istifadə edək. Yəni, əgər, məsəl üçün, serumu istifadə etməsək, həm
müalicəmiz, belə deyim, protokolumuz çox uzun müddət davam edə bilər. Məsəl üçün, təbii qripi fikirləşirsə də bir 2-3 ay. Əgər serum yoxdursa da bu çox uzun müddətli çəkə bilər. Ona görə serum burada əsasən bizim dəri mikrobiomumuzu dəstəklədiyi üçün və ən önəmli isə daxili bir balansda, daxili bir içəridə bir proses gördüyü üçün serum bizə burada çox önəmlidir. Yenə deyirəm, serum çox kiçik molekullardan hazırlandığı üçün kremdən, digər vasitələrdən fərqlidir. Və müalicədən sonra bizə çox önəmlidir ki, nəmlənmə və dəri yenilənməsi. Və bunun üçün də bizə burada köməyimizə çatacaq olan bu MCM tərkibli problemli dəri üçün olan kremimizdir. Kremi mən məsəl üçün tövsiyə etməzdim ki, bütün üz nahiyəmizə sürtək. Bu kremi tətbiq edərkən insanlar bəzən səhv tətbiq edirlər. Bunu çünki səbəb burada fərqlidir. Bunun tərkibindəki olan kükürt var, prebiotik var, yəni inulin adlı bir probiotik var ki, bu da bizim dərimiz üçün çox önəmlidir. Əsasən bu kükürt dəri yenilənməsində çox önəmlidir və Kürd demək olar ki, son bu 10 ildə çox, yəni bu MCM özü çox 10 ildə populyarlaşıbdır. Dəridə çox yaxşı effekt verdiyi üçün, dəri yenilənməsi üçün və burada əlavə olaraq bitki kompleksləri də vardır ki, bu da sağalmanı daha da sürətləndirir. Və bunu istifadə edərkən, yəni ümumi üzə deyil və harda aknelər varsa da nəzik qatla həmin hissələrə tətbiq olunması daha məsləhətlidir. Çünki burada bizim məqsədimiz sırf dəri üçün anti-age deyil, dərini və yaxud da nəmləndirmək deyil. Biz əgər fokuslanırıqsa da akne müalicəsi aparaq, onun üçün də həmin bu kremi həmin akneli nahiyələrə sürtmək daha məqsədə uyğundur. Bir də hal-hazırda bizdə mənim çox sevdiyim serumlardan vitamin C serumu var. Vitamin C serumu bu prosesdə bizə necə kömək edəcək? Bunu yeniyetmələrdə istifadə etməyə ehtiyac yoxdur. Bir də çox şiddətli aknelər, yəni kistik aknelərdə istifadə etmək biraz təhlükəli ola bilər. Bunu tövsiyə edirik ki, daha çox əgər bir sonradan qazanılmış akne varsa da və ən çox da stres zamanı bilirik ki, mənim aknem var və bu gün çox böyük bir stres keçirmişəm və yaxud da bağırsaq keçirgənliyim zəifləyibdir, üzümdə aknem var, lakin hansısa bir prosesdən yenidən qayıdıbdır və bu zaman biz vitamin C-dən əlbəttə ki, istifadə edirik. Çünki vitamin C burada antioksidant bir qoruma funksiyasını etdiyi üçün çünki stres faktorundan sərbəst radikallar artır. Bağırsaq keçirgənliyi pozulubsa da burada sərbəst radikallar artır və burada da istər-istəməz dərinin immun gücü aşağı düşür. Və bu prosesdə biz mütləq vitamin C serumunu gün səhər saatlarında mütləq protokola əlavə edirik. Və burada bunu da qoymaqda məqsədim çox önəmlidir. Çünki akneli bir bizə müraciət edən insanlara, sizə də əgər müraciət edirsə də mütləq bir yazılı şəkildə çox deyil 2 həftə eliminasiya edirik. Bəlkə də aranızda eşidənlər var eliminasyon diyet haqqında. Eliminasiya bəzi qidaları məhdudlaşdırırıq və akneli xəstələrə mütləq biz 2 həftə, yəni qapıdan girən bir insana protokol təyin edilirsə də mütləq eliminasyon edirik. Bu 2 həftə insanları bəzi qidalar var ki, hansı ki slaydda da görürsünüz. Bunlar süddür, süd məhsullarının hər biridir. Yəni bu kəsmikdir, pendirdir, yumurtanın özüdür, fındıq, yer fıstığı həddindən artıq histamin yükü çox olduğu üçün bunları kənarlaşdırırıq 2 həftə. Bəzi paxlavlardır ki, bunlara da ehtiyac yoxdur. Ən önəmli qablaşdırılmış, yəni qidalar var ki, konservləşdirilmiş. Bunları da biz həyatımızdan deyil 2 həftə minimum 3 həftə edə bilirsə də daha yaxşı. Yəni bunları biz həyatımızdan kənarlaşdırırıq. Yəni bizə müraciət edən insanlara bir protokol təyin edilirsə də ilk öncə yaş faktorunu nəzərə almalıyıq. Nədən qazanılıbdır bu akne? Səbəb nədir? Yeniyetməlidirsə də mütləq yenə protokol eynidir. Lakin yenə də onun bu qidalarında eliminasiya edirik.
etdik, lakin fərqi odur ki, yeniyetmələrdə biz kəskinləşmənin qarşısını alırıq. Bir də ümumi olaraq iz qoymasın deyə əsas çalışdığımız məqsəd odur. Yəni bir müddətdən sonra o özü istər-istəməz yapışa bilir. Lakin protokol mütləq hər ikisinə, yəni eyni şəkildə tətbiq olunacaq. Bir dənə vitamin C serumu digər protokollara biz əlavə edirik. Və nəticədə bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, akne ümumi olaraq ilk növbədə təmizliklə başlayır. Yəni bəzən mənim bu mövzunu salmaqda məqsədim odur ki, insanlar akneni qurudurlar. Qurutmaq olmaz. Yəni qurutmaq dəri üçün bir düşməndir. Yəni biz əsasən ilk növbədə dərimizi qurutmamalıyıq, təmizlikdən başlamalıyıq, mikrobiomu dəstəkləməliyik və ən önəmli bu prosesdə səbir çox önəmlidir, ardıcıllıq çox önəmlidir və əlbəttə ki, nəticə almaq da mümkündür. Ümid edirəm maraqlı təlim oldu. Hər biriniz ümid edirəm ki, bu təlimdən sonra öz iş həyatınızda məhsullara düzgün yanaşıb və insanlara düzgün şəkildə informasiya verəcəksiniz. Çünki ilk olaraq dərinin mexanizmini başa düşmək lazımdır. Dəri əslində bizə səsli mesajdır. Adi bir sızanaq bizə nəsə demək istəyir. Əlbəttə onu anlamaq və onu düzgün dəyərləndirmək lazımdır. Və sonda bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, inşallah gələn həftə bizim yeni məhsulumuz gəlibdir və bu məhsul haqqında bilirəm ki, hər birinizin ağlında yatan suallar var ki, bu məhsul Expader seriyasından olan bəzən onu baza kimi də adlandırırlar, bəzən onu insanlar elə başa düşürlər ki, tonal krem kimi istifadə edin, lakin bu belə deyil. Onun iş prinsipi tamam fərqlidir. Hətta gələn təlimimizdə mən ümumi istəyirəm ki, sırf bu mövzu haqqında danışam, çünki tərkib hissəsi çox genişdir və əsasən istehsal edəndə bunun tərkibinə salan elə bir maddələr var ki, və o demək olar ki, prinsip olaraq fərqlidir. Bu məhsul kimi digər məhsullar da vardı ki, lakin onun işi makyaj belə deyim altında bir sadəcə bir elə bir ki hamarlaşdırma bir prosesini yaratmaqdır. Lakin bunu istehsal edəndə fərqli bir yəqin ki fərqli bir sistemləri nəzərə alaraq ona görə bu məhsulu istehsal ediblər və gələn təlimimizdə inşallah sizə ümumi olaraq bu məhsulu necə istifadə edilməlidir, kimlər istifadə etməlidir, ondan əvvəl serumdur, tonalnidir və nəmləndirici kremdirmi, bunlar olarmı, olmazmı, müddət olaraq nə qədər istifadə etməliyik. İnşallah gələn təlimimizdə bu haqda sizə geniş, ətraflı məlumat verəcəm. Hətta belə deyim, Azərbaycan belə bazarında bu tərkibli məhsul varmı, yoxmu? Varsa da nə dərəcədə məsəl üçün qiymət baxımından fərqlidirmi? Bu haqda inşallah gələn təlimdə sizə geniş bir məlumat verəcəm. Sizə təşəkkür edirəm mənə ayırdığınız vaxt üçün, hər birinizə qoşulduğunuz üçün. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.